Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Masazır qəsəbəsindən sizləri salamlayırıq. Masazır qəsəbəsində əsas prospekt yoldan 500 metr məsafədə Yəni Zeynəb marketinin arxa hissəsində düşür. Qəşəng bir 2 mərtəbə həyət evimiz satışdadır. Tam da rahatlıqla deyə bilirik. Hündürlük məsafəsinə baxın, 2 ailəyə yararlıdır, sənəd çıxarışdır. Tam yaşayışlı bir evdir. Həyətin avtomobil daxil olur. Küçə də genişdir, avtomobili rahat saxlaya bilərsiniz. Mərkəzi kanalizasiya sistemi, əlavə su xətti çəkilib, su bakı var, istilik sistemi kombidir. Evimizin fasad hissəsini gördünüz. Üstə qalxmaq üçün pilləkən şəraiti qurulub. Alt hissəyə də keçək, dəyərli izləyicilərimiz. Alt hissənin əsas girişi burdandır. Kombində gördünüz. Buradan da bir çəkiliş edirik və çıxanda da o bir otaqdan da çıxarıq. Tam sizlərə rahat olsun. Döşəməsi isti poldur. Yəni buranı mətbəx kimi düzəldib sahibi. Yəni birinci mərtəbəndə sanitar qovşağı var və bütün təchizatı ilə. Üstdə də yenə var. Burada da belə bir xırda otaq, istilik sistemi, bir daha təkrar edirəm, yerdən isitməli kollektor sistemi iləndir. Və buradan da çıxdıq. Darvazadan giriş, istəsəz avtomobili burada da saxlaya bilərsiniz, istərsiniz həyətdə də saxlaya bilərsiniz, darvazanın çölündə də şərait var. O sizin seçiminizdir. Əsas odur ki, yəni buradan bu şərait var. Buranı da otaq kimi də istəsəz bölgə edib düzəldə bilərsiniz. Onlar artıq 6 otaq, amma hal-hazırda 5 otaqdır və evimizin arxasında da yenə yer var. Təqribən metr yarım enindədir. Su trapı da qoyulub ki, yağıntı da yəni evə verilməsin. Onu da nəzərə alıblar. Hündürlüyü də gördünüz. Yük daşıyıcı kəməri. Yəni birinci mərtəbədən işimizi tamamladıq. Qalxdıq 2-yə. 2-də də qəşəng bir ətrafa da çəkək. Tam yaşayışlı bir yerdir. Sərin havası olan bir yerdir. İkinci mərtəbədə də baxın, proyekt necədir? Daxil olduq, dəhlizdir. Otaqlar hamısı dəhlizə açılır. Elə soldan başlayaq. Solda belə bir otaq var. Bu otağın 2 özəlliyi var. Həm mətbəx kimi də istifadə edə bilərsiniz, həm otaq kimi də. Bütün buranın hamısının suyu, işığı, qazı çəkilib. Yeni sahibi istəsə buranı mətbəx kimi də istifadə edə bilər. Onlar 4 otaq, yəni aşağıda gördüyünüz bir otaq, bir mətbəxdir. Otaq kimi də saxlasaz artıq olur 5. Hətta qarajı da bölsəz olur 6. Salon bu hissədədir. Gözəl təmir, növbəti otağımız. Baxın, geniş, qəşəng. Satış qiymətində evin daxilində olan əşyaların bəzi hissəsi qalacaq, bəzi hissəsi götürüləcək. İstəsəz tam əşya da istəsəz, yəni əlavə məbləğlə sahibi ilə razılaşa bilərsiniz. İkinci mərtəbəndə sanitar qovşağı, bütün aksesuarları, tam təchizat. Belə bir yenə sonda bir otağımız var. Bu otaqda indi hal-hazırda uşaq otağı kimi sahibi istifadəyə verib. Əsas odur ki, otaq var, təyinatını dəyişə bilərsiniz. Yataq otağı kimi istifadə edə bilərsiniz və yaxud da elə bu formada da saxlaya bilərsiniz. Qiymət də əladır, 75 min manata, 2 ailəyə yararlı, 2 mərtəbə, 5 otaq. Sənəd də çıxarış, tam yaşayışlı bir yer, təqribən 500 metr məsafədə də əsas yoldan məsafəsi var. Sənəddə bir daha da edirəm çıxarış. Daha nə qaldı? Əlavə qaranlıq bir məqam qalarsa, əlaqə nömrəsini qeyd edirik zaten. Buyurun, müraciət edin. Sizlərin də satılıq mülkləriniz olarsa, əlaqə nömrəsi ilə əlaqə saxlayın, satışda köməklik edək. Hörmətli izləyicilərimiz, dəyərli vaxtınızı ayırdığınıza görə təşəkkür edirik. Allah bütün arasında olanlara gözəl evlər qismət eləsin. Sağ olun, sağlıqla qalın.